Elə tələsirəm ki, yəni meykapımı evdə edib çıxa bilməmişəm də. Tez bazar maşında, yəni nə alımda onu eləyəcəm. Saçımı da indicə yığmışam. Son vaxtda bu saç tərzini çox bəyənirəm. Bəlkə də mənə yaraşmır, amma mən özümə çox yaraşdırıram. Kikonun bu bədən, üst üçün, saç üçün olan yağını istifadə edəcəm. Nəsə hava belə ışıl-ışıldı, istəyirəm üzüm də belə ışıl-ışıl görünsün. Işıltılının üstünə mat vurmaq istəmirəm. Kollagenin nəmləndirici belə stiki var, tonalisi. Bunu istifadə edəcəm. Rəngi əslində ağ görünə bilər, amma tam rəngimdir. Yəni biraz açıq görünə bilər. Plus üstündən mən onsuz da bunun bronzer gedəcəm. Mən biraz belə fırça ilə eləyirəm. Sonra qubqa ilə üstündən gedirəm. Örtücülüyün görürsünüz nə qəşəngdir. Bu hissədə mənim prijiklarım var idi. Yoxa çıxdılar. Biraz qaş ucumu doldurmaq istəyirəm. Bunun da laminasiyasının artıq vaxtıdır. Bugün ona da vaxt edim, gedəm görək. Qaşlarımı sevmirəm. Nəyə görə sevmirəm? Tükü çox qalındır ya. Aşırı qalındır. Bu da qırıldı. Yəni belə qaşı çox çətin forma vermək olur. Düzləşdirmək olur. Bayağı uzun elədim. Biraz azaltmaq lazımdır. Yox, yaxşı da yoxsa. Mən qısa qaş sevirəm. Amma bəzən çəkilişlərdə görürəm ki, uzatmaya ehtiyac olur. Parlamağa davam. Ona görə nə edirik? Highlighter istifadə edirik. Highlighter'da məndə Dior'un bu rəngləri olandır. Əslində bu baza rənglər mənə çox rahatdır. Bunun ən çox satılan bir rəngi də var. Aşağısında korişnev olan nömrəsi yadımdan çıxıb. O da çox sevilir, amma mən bu paleti daha çox bəyənirəm, bu rəngdə olan paletini. Belə bulaşın üzərindən pink bulaş kimi geçsəm, qəşəng qalır. Son vaxtlar o qədər maşında bəzənirəm ki, yəni evdə vaxtım olmur bəzənməyə. Uca alışmışam. Daha rahat gəlir mənə maşında bəzənməyi, nəinki evdə. Bu saatlarda daha çox işıqlı konuzlara illərdir dəyişməyən sevimli konturlarımdan biridir. Onsuz 2-3 dənə var bəyəndim. Dodaq boyası Flormar'ın artıq bir aydan azdır ki məndədir. Oju bitirirəm çünki hər gün istifadə edirəm. Çox elə niyəji rəngi var, çox gözəldir. Yəni bundan alıb mən stoklamaq.